Hər vaxtınız xeyir olsun. YouTube, Instagram və TikTok hesablarımı takip edib, videolardan yararlanıb dostlarınızla paylaşmağı unutmayın. Güvən test imtahanına salınmış sualın izahına baxırıq. 11-ci sinifə aiddir bu sual. Deyir, bərabər yanlı üçbucağın iki müxtəlif uzunluqlu hündürlüklərinin kəsişməsindən alınan itibucaq 54 dərəcədir. Gəlin burada bir bərabər yanlı üçbucaq çəkək və hündürlüklərini çəkək, kəsişdirək. Bu bir hündürlüyümüz olsun. Bu da ikinci hündürlüyümüz. Hündürlük bilirik ki, oturacağa endirilir. Oturacaqla 90 dərəcəli bucaq altında kəsişirlər. Hündürlüklər. Və burada yaranan itibucaq 54 dərəcədirsə, deyir ki, təpədəki daxili bucağı tap. Baxın, bu bucaq əgər 54 dərəcədirsə, 54. O zaman bu bucağı tapa bilərik alfanı. Alfanı tapanda nə etməliyik? 90 dərəcədən 54-ü çıxmalıyıq. Çünki düzbucaqlı üçbucaq alırıq burada. Bax, bu düzbucaqlı üçbucaqda iti bucaqların cəmi 90 dərəcədir. Ona görə iti bucağın biri verilib 54, digər iti bucağı tapanda 90-ın 54-ü çıxmaq lazımdır. Qalır 36 dərəcə. Və alfa 36-dırsa, bax, burada alfadır. Demək ki, 36, digər də 36-dır. Ümumi bu bucağı bizdən istəyirlər. 36 və 36-nı toplayacağım. Cavab olacaq 72 dərəcə. Bir də onu qeyd eləmək istəyirəm ki, niyə görə digər bucaqda alfa oldu? Çünki bərabər yanlı üçbucaqda təpədən çəkilən median tən bölən hündürlük üst-üstə düşür. Bu həm hündürlükdürsə, həm də tən böləndir və həm də mediandır.